valideyn gətirir övladını ki, harasa təhsilə yollasın və istəyir ki, övladı yaxşı bir təhsil alsın, gəlsin. Bir növ o valideynin özündə yanlışıdır ki, yəni sizin övladınız 11 il oxuyub burada hazırlaşıb o qədər də hazırlığa pul xərcləmisiniz. Yəni 150-200 bal yığa bilmirsə, yəni bu tələbə xarici oxumağa getsə nə olacaq? Yəni bu adam oxumur da deməli. Yəni 11 il təhsilin sonunda 150-200 bal yığmamaq məncə bir fəlakətdir də, bildiniz? Yəni, əgər sizin imtahanda tutalım hər hansı bir probleminiz olmayıbsa, yəni hər hansı bir xəstəliklə üzləşməmisinizsə və yaxud çox böyük bir sağlamlıq maneəviz olmayıbsa, siz necə yəni 11 il təhsildən sonra 150-200 bal yığa bilərsiniz? Plus da bu qədər hazırlığa pul xərcləyərik. Yəni həm məktəbdə oxuyur, həm də hazırlıqlara gedir, amma o bal yığa bilmir. Yəni bu say çoxdur zaten, hansı ki xaricdə oxumağa gedirlər. Onları da təbii olaraq Türkiyəyə tələbə yollayan təhsil şirkətləri çox real şəkildə aldadır. Gətirin biz attestatla qəbul edək, imtahansız qəbul etdirək və s. və axır. Tələbə də gedir ora, zaten bu tələbənin oxuma qabiliyyəti zəifdir. Orada da imtahanlar çətin, qəbul asan. Qəbul olur attestatı ilə, nə bilim, hər hansısa bir aşağı tutam YÖS balı ilə. Gedir ora, orada da nə olur, nə başına gəlir, heç nə. Universitet vaxtında bitirə bilmir.